Salam əziz müəllimlər, Aktiv İnspire proqramında bugün biz nişan funksiyası ilə tanış olacağıq. Nişan funksiyası ilə tanış olmaq üçün əvvəlcə nişan qoyacağımız bir şəkil əlavə etməliyik ekrana. Bunun üçün biz yerləşdir düyməsində media alt bölümünü seçirik və bir şəkil ekrana gətiririk. Dovşan şəkli gətiririk. İstədiyiniz heyvanı gətirmək olar, obyekti gətirmək olar. Daha sonra isə xüsusiyyətlər icmalçısını açırıq. Şəkli qeyd edirik. Şəkli qeyd etdikdən sonra nişan funksiyasını yerinə yetirmək üçün çəkiliş yerində nişan edəcəyimiz, heyvanın adını yazırıq. Gəlin yazaq dovşan. Şriftin ölçüsünü seçmək olar. Buradan vermək olar. Şriftin rəngini seçə bilərik biz. Fon rejimi vermək olar. Tutqun və yaxud da ki şəffaf. Davranış sözü xanasında alətlər izahı yazılır. Ləngimə yerində isə biz ləngimə vaxtını təyin edirik. Daha sonra isə, boş yerdə bir dəfə vurmalıyıq ki, bizim nişanımız aktiv olsun və onun üzərinə gələndə fikir verirsinizsə, bizim nişanımız görünür. Dovşanın üzərine yaxınlaşanda nişanımız görünür. Bu şəkildə eyni qayda ilə başqa bir figurda yerləşdirə bilərik. Bunun üçün biz yeni bir heyvan şəkli gətirə bilərik. Bir tane şəkli götürək və bunu yaddaşa veririk. Bir meymun şəkli götürək. Bu şəkildə yaddaşa veririk. Yenidən Aktiv İnspire qaydırıb və yerləşdir bölümünə şəkillərimizi daxil edirik. Bizim bir meymun, bir dələ şəklimiz var. Gördüyünüz kimi bu şəkilləri buradan tapırıq. Ölçüsünü kiçildirik. Daha sonra isə dələni gətiririk. Kənarındakı dairəciklərdən çıxmaqla dələnin də ölçüsünü kiçildə bilərik biz və üzərində seçdirməklə yenidə nişan funksiyasını yerinə yetiririk. Çəkiliş yerində dələ yazılır. Şriftin ölçüsünü 16 edirik. Rəngi istəsək dəyişə bilərik. Bayaqların biz rəngi dəyişmişdik. Belə bir rəng seçmişdik. Kontur üslubu izahında belə bir funksiya keçə bilərik. Fon rejimini şəffaf edə bilərik. Davranışda alətlər izahı. Alətlər zolağında ləngimədə isə 4 seçirik. İndi 3-cü heyvan meymunu seçirik və seçdikdən sonra yeni qayda ilə çəkiliş yerində meymun sözünü yazırıq. Şriftin ölçüsünü böyüdürük. Şriftin rəngini bir dəfə belə edək.
Fon rəngi tutqun olsun. Çox tutqun oldu. Biraz şəffaf edək ki, sözümüz oxunsun. Davranış həmişə aktiv yerində alətlər izahı. Davranış yerində isə 4 rəqəmi seçdim. Və boş yerdə təkrar vururam ki, mənim nişanımı aktivləşdirə bilim. İndi yaxınlaşdıqda dərə sözünü görürsünüz. Meymun şəklinə yaxınlaşdıqda meymun nişanını görürük. Dovşan sözünə yaxınlaşdıqda dovşan. Bugün biz nişan təyin etməyi öyrəndik. Bugünkü dərsimiz burada yekunlaşır. Sizinlə mən idim, Aytaç Rızayeva. Diqqətinizə görə təşəkkür edirəm.